Hörmətli xanımlar, təlimdə iştirak edən xanımlar, hamınızı salamlayıram və ilk növbədə özümü təqdim edirəm. Reabilitoloq, fizioterapevt, tibbi masaj mütəxəssisi, refleksoloq olaraq fəaliyyət göstərirəm. Bakı şəhəri Lider Klinikası, Bayramova Sevinç. Bugünkü təlimimiz əlbəttə ki, bizim dayələrə uyğun olaraq təlimi hansı aspekt üzərində qurmuşuq. Fiziki məhdudiyyətli, orada düzdür, biz uşaq mərkəzindəyi uşaqlar göstərilir. Fiziki məhdudiyyətli ümumi olaraq bütün insanlar üzərində prinsipial olaraq hansı metod üzrə işləyiriksə, onun əsaslarını sizə bugün izah edəcəyik. Əsasən bizdə nədir? İki aspektə sökənərək biz işləyirik. Birinci olaraq psixoloji, dayələrin xəstələr üzərində psixoloji, necə deyərlər, təsir etmələri və qulluq prinsipləri. Qulluğun əsas məqsədi nədir? Sağlamlığı qorumaq, birinci növbədə xəstələrlə necə işləməliyik, funksional bacarıqları artırmaq. Nədir funksional bacarıqları artırmaq? Yəni, orada bəzi yataq xəstələrimiz olur, insult xəstələrimiz olur. Bunlarla davranış, bunlara qulluq. Necə qulluq etmək lazımdır? Travma vermədən, məsələn, kontrakturalarımız olur. Bildiyimizə görə bəzi xəstələrdə yataq rejimində olduqlarına görə oynaqlarda, bədənin bəzi hissələrində kontrakturalar baş verir. Kontraktura nə deməkdir? Kontraktura əzələ və sümük sisteminin bərkiməsi. Əgər bu sistem bərkiyibsə, biz onu ağır idman hərəkətləri və ya hərəkətlilik veririksə, bu zaman biz pasiyentə, xəstəmizə travma yaşada bilərik. Və bax, bu prinsiplər üzərində biz dayələri yetişdirmək istəyirik ki, qulluq zamanı hansı səhvlərə yol verilməməlidir. Qulluğun prinsipləri. Təhlükəsizliyi təmin etmək. Təhlükəsizliyi təmin etmək nədir? Məsələn, yataq xəstəsidir. Yerindən qaldıranda biz onu riski qaldırmamalıyıq. Bəli. Bax, insult xəstələri bildiyimizə görə bir hissə xəstəliyə uğrayır. Məsələn, sol tərəfdə vurubsa, dva poluşariya, iki beyin hissəmiz var da, yarım kürə beyin sahələri var. Məsələn, sağdan vurursa, sol hissəmiz asimetrik olaraq ayaq və qol işləmir. Biz xəstəni hansı tərəfdən tutmalıyıq ki, travma yaşatmayaq? Əlbəttə ki, sağlam tərəfdən. Bax, bu prinsipləri öyrənməliyik. Çünki xəstə hissə kontrakturadır qol. Ən çox da qolda verir kontrakturanı. Biz həmin hissədən tutduqsa, əzələdə inciyəcək, xəstə özünü narahat hiss edəcək, zarıyacaq, o sizə diskomfort yaradacaq, siz özünüzü itirəcəksiniz. Xəstəni qətiyyən bu moment buraxmaq lazım deyil. Çalışdığımız qədər ya beli hissədən və yaxud sağlam hissədən yapışaraq xəstənin təhlükəsizliyini təmin edirik. Yaşına və inkişaf səviyyəsinə uyğun dəstək göstərmək. Yaşına və inkişaf səviyyəsi nə deməkdir? Uşaqlarda tam başqa aspektdə biz işləyirik. Böyüklərdə tam başqa bir funksiyayla işləyirik. Bax, bu o deməkdir ki, səviyyəsinə uyğun dəstək göstərmək. Müstəqilliyini təmin etmək. Yəni, xəstəyə o qədər dəstək olmalıyıq ki, o özü də hərəkətliliyini bərpa edə bilsin. Özü də özündə o prinsipi qursun ki, mən bu hərəkəti etməliyəm ki, bəzi hallarda, məsələn, xəstə yataq xəstəsidir, ayağını, məsələn, bugünkü xəstəmiz, köməkçimiz bilir, ayağını qaldırmaq istəmir. Yəni, gücü çatmır. Amma yüngül biz ona təkan verdikdə və yaxud hərəkəti təmin etdikdə, bu xanım gəlir, bunu qarşılada zəhmət olmasa. Biz ona necə dəstək olmalıyıq? Əlbəttə ki, yüngül, bəli, təkan veririk, sevdirici sözlərdən mütləq istifadə etmək lazımdır. Bax, psixologiyamız nədir? Xəstəni sevərəkdən işləmək. Bəli, sevgi sözləri işlətmək, əzizim, gözəlim, anam, bacım. Bax, bu sözlər prinsipial olaraq birbaşa mərkəzi sinir sisteminə təsir edir. Xəstə, çünki yataq xəstələri çox kövrək olurlar. Bəli, hər şey yaxşı olacaq, davam edəcək. Yaşlı xəstələr tamamilə bir başqa cür olurlar. Çünki onlar ən çox yaşadıqları hisslər ölüm hissləridir. Ölümlə üz-üzə qalmaq özü bilər. Bu ölüm hisslərini onlar duyduqları üçün daha çox
həyat eşqi artır, yaşamaq eşqi artır, kövrək olurlar. Bunun üçün biz nə etməliyik? Əlbəttə ki, psixoloji dəstək olmalıyıq. Qeyd etdiyim kimi, istək sözlərindən, xoş davranışla, bəli, birinci növbədə bizim prinsipimiz, psixologiyamız xəstənin psixologiyasına təsir etməkdir. Nə qədər evdə, ailədə aqressiyamız olsa da biz onu evdə qoyub gəlməliyik xəstə. Bəli. Xəstənin evinə birbaşa olaraq biz ağ səhifə ilə gəlməliyik. Daxilimizdə o söhbətləri etməməliyik. Yəni daxilin danışırsa, sən istər-istəməz hərəkətində də o acılığı, bəli, adaptasiyanı verə bilmirsən. Yəni o işləri qoyuruq kənarda və biz xəstə ilə işləmək prinsipini tamamilə başqa cür. Valideyn və fizioterapeut arasında əməkdaşlıq yaratmaq. Üzr istəyirəm, biraz danışığım ola bilər, hərflər bir balaca şey olar, üzrlü sayın. Fizioterapiya nə deməkdir? Fizioterapiya birbaşa reabilitasiya deməkdir. Xəstələrlə işləməyimiz birbaşa reabilitasiyadan başlayır. Siz gələcəyin dayələri olaraq, əlillər demək istəmirəm, fiziki məhdudiyyətli insanlarla əgər işləyəcəksinizsə, birbaşa özünüzü terapevt kimi hiss eləməlisiniz. Çünki biz bu dəstəyi sizə verəcəyik, bu təlimi sizə verəcəyik, bu tibbi anlayışları sizə verəcəyik. Əgər yazılmışsınızsa dayə, nə qədər adam yazılıb dayəyə? 1, 2, 3, maşallah. Qızlar, ürəkli olun, qətiyyən geri çəkilmək olmaz. Bu da bir gözəl işdir, bir qapı da sizin üçün açılıb. Demək olar ki, Avropanın bütün dövlətlərində var bu. Əlillərə baxın, əlillərin mərkəzi, dayələr. Onlar birbaşa terapistlər kimi fəaliyyət göstərir. Terapist nə deməkdir? Masajı bacaran, qulluğu bacaran, ilk tibbi yardımı bacaran, bax bu dəstəyi sizdən gözləyirik. Və onun üçün biz sizi inkişaf elətdirəcəyik və bu sayədə daha gözəl nailiyyətlər əldə edəcəyik. Və sizi bir mütəxəssis olaraq görmək istəyirəm mən. Və uşağın, böyüklər də olsun, fərqi yox, psixoloji vəziyyətini nəzərə almaq. Durumunda hər hansı bir xəstənin düşüklük ola bilər. Necə deyərlər, ruh düşkünlüyü ola bilər. Bax, siz onu o vəziyyətdən çıxartmağa bacarmalısınız. Bəli, sakitləşdirməyi bacarmalı. Psixologiyanız yenə qeyd etdiyim kimi necə olmalıdır? Sevdirici sözlərdən istifadə etmək. Pozitiv, xoş sözlər, əzizim, sevgilim. Siz ona ana dedikcə o xəstələri, siz onları göylərə qaldırırsınız. Bəlkə də öz evladlarından görmədiyi dəstəyi əgər sizdən görəcəksə, o xəstə anamız, əlbəttə ki, onun psixoloji durumunda irəliləyiş olacaq, onun bizim daxili harmoniyamız nələrə bağlıdır? Birbaşa mərkəzi sinir sistemimizə bağlıdır. Əgər mərkəzi sinir sistemi cavab verirsə, artıq sizin sevginizə, demək, o xəstə ayağa durmaq gücünü əldə edəcəkdir. Hər hansı insana, məsələn, balaca uşaqlarla işləyirik biz, yeni doğulmuşlar. Hərəkətlilik veririk onlara, raz, dva, tri, ayaqlarına. İstər-istəmək uşağın ayağı işləyir. Gör, onun psixologiyası necə inkişaf edir, körpəliyindən inkişaf edir. Və yaşlı insanlar da bir körpə kimidirlər. Nə qədər sevsəz, o qədər gözəl nəticələr əldə edəcəksiniz. Yaxşı qızlar, keçirik fizioterapiya məşqlərinin əhəmiyyəti. Xəstələrdə, xəstə insanlarda, yataq xəstələrində və yaxud bütün insanlarda nə baş verir? Hansı struktur əsasında işləməliyik? Əzələ gücünü və dözümlüyünü artırmaq. Əzələ gücü nə deməkdir? Yataq xəstəsidirsə, yataq xəstəsinin istər-istəməz əzələ kütləsi azalır. Və köməkçi qızımız deyə bilər, bir dəri, bir sümük qalır. Bugünkü xanımda gördünüzsə, 2 diz artrozundan gəlib, gücü yoxdur, hasayla gətiriblər. Cavan xanımdır, yəni 60 yaşı zorla olar da belə. Amma güc yoxdur, əzələ kütləsi tamamilə zəifləyibdir. Yəni burada nə baş verir? Əsasən qadınlarda kortizol maddəsi, yəni depressiya qarmonları deyək, əgər artırsa insanlarda, ən çox qadınlarda artır. Və istər-istəməz bədəndə ya şişkinlik, ya arıqlama baş verir. Çünki tiroidlər cavab vermir ona və əzələ kütləsi başlayır aşağı düşməyə. Xəstələrdə də bu daha çox olur. Çünki nə üçün? Çox düşünür xəstəliyi haqqında. Mən yataqdan qalxa biləcəmmi? Mən yenə deyirəm, birbaşa onlar ölüm hissləri ilə yaşayırlar ki, mən ölə bilərəm.
Mən niyə belə oldum? Mən ölə bilərəm. Bax, bu ölüm sözünü onların beynindən silmək lazımdır. Və nəticədə kortizol maddəsinin artması nəticəsində çox düşündüyünə görə, beyin çox israfçılıq etdiyinə görə əzələ kütləsi demək olar ki, savsem düşür. İmmunitet düşür aşağı, əzələ kütləsi zəifləyir. Su götür. Əzələ kütləsi zəifləyir və biz burada nə etməliyik? Əzələnin gücünü artırmaq üçün qeyd etdiyim kimi biz terapiya yox, xəstəni birinci növbədə sən gəl uzatmaq qaydasını göstər mənə. 30 dururuq, əyləşdiririk, bəli. Sol tərəfdən deyək ki də vurur. Sol tərəfdən vurub, sağ tərəf salamatdır. Birinci geyimindən başlayırsan, necə geyindirməlisən sən onu? Paraliz tərəf o tərəfdə. Öncə zədəli tərəfi geyindirirəm. Bəli, zədəli. Bir şeyimiz olsaydı göstərərdik, başqa kimdə var. Verin. Nə üçün zədəli tərəfi geyindiririk? Çünki bura işləmir, sağ tərəfi geyindirmək asan olacaq. Afərin qızıma. Zədəli tərəfi əlbəttə ki geyindiririk. Yavaş-yavaş. Baxın görün çox gözəl bir manipulyasiyalar edir. Sən hərəkət etmirsən. Çünki həmin hissəmizdə məhdudiyyət var. Əzələ işləmir, qol qalxmır, qolda kontraktura var və sərbəst hissədən geyimin geyindirilməsi. Həmçinin də çıxardanda da həmin hissədən, sağlam hissədən birinci çıxardırıq, soyunduruq. Sağlam hissədən çıxardırıq və xəstə hissəni rahatlıqla soyundururuq. Yaxşı, xəstəni uzatma. Sağdan tuturam. Bəli, sağdan. Özüm elə ki, dayaq tuturam. Dayaq tuturuq, sağlam tərəfdən köməklik edirik. Çünki onu qol altda qalmamaq şərti ilə. Uzan da. Uzadırıq, dəstək oluruq, mütləq dəstək olmaq lazımdır və xəstəni uzadırıq və sonra xəstəyə LFK, müalicəvi bədən tərbiyəsini veririk. Xəstə hissə yenə dediyimiz kimi kontraktura olduğuna görə burada çox yumşaq hərəkətlərdən başlayırıq. Birinci xəstə hissəni başlamırıq. Bədənin mikrosirkulyasiyasını təmin etmək üçün bir balaca ayaqlara hərəkətlilik veririk, oynaqlarda mütləq dəstək oluruq. Dəstək oluruq. Hərəkətlilik veririk, açma, bükmə, topuq nahiyəsindən hərəkətlilik, topuq hissəsinə, sonra qolların hərəkətliliyi və həmçinin keçirik xəstə hissiyə. Bəli, xəstə hissəni çox ehtiyatla yenə əlimizi kontraktura hissədən, seravno insultdursa dirsəkdən qatlama çox çətin olur. Artıq orada kontraktura var və həmin hissəni çox ehtiyatlı. Dairəvi hərəkətlər. Bax, dairəvi hərəkəti 4 dəfə önə verirsənsə, bir 4 dəfə də geriyə doğru verməlisən. Çünki oynağın hərəkətliliyini təmin edirik. Məsələn, yenə bütün oynaqlarda işləyirik. Yəni, bir oynağı işlədim, qalanı gerisi qaldı, yox. Milbilək oynağını istifadə edirik. Yenə dairəvi hərəkətlər. Sonra bütün barmaq hissələri, yenə dairəvi hərəkətlər. Bir-bir hamısını çətinli robotum. Yəni, darıxmadan, hövsələ ilə, necə səbirlə hamısını işlədirik. Həmçinin qolun. Xanım qeyd etdi ki, və əgər insult xəstəsinə baxırsa, ən çox kontraktura bizdə bazı oynağının oynağında baş verir. Bura qalxmır. Tamamilə. Bəli. Kontraktura, bəli, ən çox kontraktura bizdə çiyin oynağında olur. Çünki orada nə baş verir? Birinci əzələ sistemi tutulur. Arxadan rimbovidna əzələ, trapesiya əzələsi, boyun əzələsi, kürək korset əzələsi və delta əzələsi. Hamısı blok olur. Hərəkətliyi təmin edən bizdə əzələlərdir. Açıcı, bükücü əzələlər. Əzələlərdə kontraktura oynaqda varsa əzələ yığılır. O əzələ sənə kömək eləmir açılmağa. Və biz buranı da yenə həmçini çox ehtiyatlı. Görürük ki, etiraz edir. Artıq getmişsə qətiyyən onu etmək olmaz. Çünki birbaşa əzələ qopması, vətər qopması baş verə bilər və yavaş-yavaş hərəkətlilik, geriyə qaldırma, irəliyə qaldırma, açma, bükmə.